Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Rövşən Nüsrətoğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Viyana şəhərindəki bölməsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və nüvə sınaqlarının tamamilə qadağan olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevra şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. Digər sərəncama əsasən Qalib Malikoğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevra şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, Qalib İsrafilov bu vəzifəyə 26 iyul 2021-ci il tarixində təyin edilmişdi.